olur milyonlar dinləyir hamısı. Ondan da. Bir dənə üzr istəyirəm, bir məsələ aydın gətirin mən. Mən Kəramət bəy, bir dənə yadımdan çıxacaq. Gəlin Kərim bəy, bəyəxtdən mikrofonu istəyir. Kərim bəy, mikrofonu istəyir. Mən sizin statuslarınızdan halıyam, yəni göndərirlər, bəzən özüm də oxuyuram. Siz cəmiyyətin düzəlməyi üçün bəzən statuslar yazırsınız. Yəni bir növ cəmiyyətin aydınlanması uğrunda mübarizə aparırsınız. Amma biraz realist olaq. 100 Kəramət Böyükçöl yan-yana yığılıb meyxananı tənqid etsə, bunu yoxa çıxartmaq olmayacaq. Deyək ki, mən sizlə razıyam. Bunu yoxa çıxarda bilmirik. Kontingenti həddən artıq böyüdür. Yəni siz meyxananın nümayəsini yazırsınız, rəylər aşağıda sizi linç eləyirlər. Bu 50 il əvvəl də belə olacaqdı, 50 il bundan sonra da belə olacaq. Buna niyə konstruktiv tərəfdən yanaşmırsınız? Gəlin, hər açıq, gəl mənə denən ki... Timothy konstruktiv tərəfdən yanaşmaq istədi, alınmadı. Götürün meyxana deyənin əli ilə topluma mesaj ötürmək olur da. Bir cavab verin. Bayaq mənə bir müsahibə alırdılar elmlərdə. Jurnalist mənə sual verdi ki, bəs aşıqları tənqid eləmişsiniz də sərt şəkildə. Birdən sizin övladınız da aşıq olsa, neyniyərsiniz? Bir xeyli düşündüm, nə deyim? Yox, dedim aşıq olsun ya, amma aşıq namiq olmasın. Heç olmasa aşıq ədalət olsun da. Demək problem adlardadır. İndi yaxşı, anladım. Meyxana bizim xalqın folklordur və insanlar... Meyxananın aşıq ədaləti varmı sizin üçün? Yoxdur. Bir şey deyim. Mən yaxşı, bizim xalqın folklorudur, insanlar bunu sevir. Amma gəlin, bunlara zövqlü, heç olmasa bunun yaxşısını verək. Hətta çəknəyişəni üstüsü qoy dağlara. Ay bəy, sizin o dediyiniz qafiyənin 20 yaşı var. Mən sizlə razıyam. Siz elə bilirsiniz ki, meyxana deyən, bax, xanım bayaqları deyir ki, ciddi şairlər meyxana deyənlərdən az tanınır. Siz elə bilirsiniz ki, o problem bizi narahat eləmir. Bizim məhəllədə market var, bir yaşlı kişi şeir yazır, çox pis şeirlər yazır. Hər dəfə də göstərir mənə ki, şair, bir dənə bax buna. İndi gəlirəm fiyasko yerinə. Çox pis şeirlər yazır, nəzakət xəttinə deyirəm ki, bunu gözəl yazmışsınız, daha yaxşı yazmaq olar. Bir dəfə dilə gəldim, dedim ki, çox pisdir də əslində şeirlər bizdə, bəlkə yazmayasınız. Dedi ki, yaxşı şeir necə olur? Dedim, Ramiz Rövşən. Dedim, belə baxdı ki, Ramiz Rövşən kimdir? Yanında uşaq işləyir onun köməkçisi. Dedim, sən tanıyırsan Ramiz Rövşəni? Dedi, tanımıram. Dedim, bu ölkədə yəni Ramiz Rövşəni tanımayan var. Bir-iki nəfər də vardı içəridə, alış-veriş eləyir. Dedim, siz də tanımırsınız Ramiz Rövşəni? Dedi, yox. İndi tragediyaya baxın. O marketin içində Kərim abi şairdir, Ramiz Rövşəni tanımırlar. Yəni problem bundadır. Bu məni narahat eləyir. Mən bundan narahatım.